Bu Türkiyədə deməli, Azərbaycanda da var da, bir də bu haya sevgi hardan əmələ gəlib? Hamı o deyir, ay kişi, bunların nəyini sevirlər? Bu millət hansı ki gəlib, tualetə girir, öz çirki ilə, əli ilə yazı yazır, şəkil çəkir. Bu millətə büyük qədimi xalqdır, nə bilim, tarixi var, mədəniyyəti var. Baxın görün nə də, onu göstərdim, bilirsiniz də, bilmirəm necə danışım, necə bu, ay Türk, ay qardaş, bu Xarici İşlər Nazirliyi keçmiş, deməli, Davutoğlu'dur da. Rus dilində yazılır, bывший министр дел Турции Ахмед Давудоğlu официально признал, что песни Sarı Gelin armянская народная песня. Ada bu bədbəxt, doğrudan da bu nə millətidir? Bəlkə erməni olar yəni, Davutoğlu. Düzdür, adı, familiyası, bütün hər şeyi Türkdür, amma daxilində ermənidir. Qardaş, Türk deyə bilər, Sarı Gəlin mahnısı, ermənilər İrəvanda, mən yaşayanda, radionu birləşdirirdilər, Sarı Gəlini eşidirdilər, Azərbaycanca. Ölürdülər. Orada erməni deyir ki, Türk mahnısını qoyuşlar. İrəvanda 60-cı illərdə, 50-ci illərdə indi, 70-ci illərdə ermənilər küçələrdə, maşınlarda, evlərdə radio, 5-in yarısı, 6-in yarısı konsert olurdu. Azərbaycan konserti İrəvanda. Ermənilər yarım saat verirdi. Azərbaycan, bütün erməni xalqı deyirdi ki, bu Türkün Azərbaycanın mahnılarından yoxdur. Toylarda hər şey, indi demirlər, indi de görürsünüz. Erməni orada, İrəvanda, ara hayır, nasıl mek, Oktayna, Oktayna, hekada padnu, ara Artur, Aşo, duri gara, Haroşinere, Levik, Hako, burada gara, Asada severi var mı olur? Umeyik, lasumeyik. Türk'ün ellasum, ha? Ay sizin o qorxaqlar. Sıçoğlu kimi səsləri çıxmıyor. Çıxın denən Oktay yalan danışır da, bir nağıl danışır Oktay. Ayıp yox denən, denən Oktay kimdir tanımırıq, hələ söyləyirəm denən. Amma çıx. O xaruşlara denəm, nasıl məsələ eləyim? Qarqanı məməli. Xaruşinə eləyim, xaruşinə vurayım ay. Yeter qan. Nəysə. Deməli, bu alçaq Davutoğlu deyir ki, bu erməni mahnısıdır, Sarı Gəlin. Ermənilər deyirlər ki, Türk mahnısıdır. Bursa Türkiyədə oturub Türkün adından deyir ki, görün nə baş verir. Bunlar bizdən nə istəyir? Bu bir. Mən şey eləmirəm, yəni bu belənki Türklər bəlkə də minlərdir orada. Mən yenə də deyirəm, kimsə deyir mən erməniyəm, Türkləşirlər. Get anaya denəm, get ay ana, ay alçaq, ay panelli fahişələr. Gedib Türkün qoynuna niyə girirsən, ha? Bizi Türkləşdiriblər deyir. Kim deyir bizi Türkləşdiriblər, hansı millət olur olsun. Mən onlara deyirəm, gedin anayızın yaxasından tutun deyin ay fahişə ana. Niye Türk'ün qoynuna girirsən? Böyle dedi. Sen mənlə nə işin var? Mənlə nə əlləşirsən? Ay kişi səni Türkləşdiriblər. Deyil Türkləşdiriblər da. Hamısı deyil bizi Türkləşdiriblər. Hansı millətə? Yəni mən deyil erməniyəm, Gürcüyəm, Yunanam. Mən Türk deyiləm. Boyu yerə soxum. Get anandan, anayın yaxasından tut. Ayşə, ana. Niyə girmirsən Türk'ün qoynuna? Mənlə nə işin var? Mənlə əlləşmə, qardaş. Ona görə belənki bu
insanlar Türkiye'de çokdular. Bu bir. Bu birine bakın. O da doğudur. Deyir Türk mahnısıdır. Türk tarixindən danışır. Deyirəm o tuvalet rəssamlarına deyir mədəniyyəti var. Buna bax, Azərbaycanda oturur. Türklərlə biz dostluq eləyirik. Sadəcə marağımız var. Gör bunun anası kimdir bu? Mən bunun bax bu adamı bir dənə bu çıxsın qabağıma çıxa bilərsən ki. Və kişi çıxsın da. Çıxsın desə ay kişi nə dostluq, nə maraq, nə danışsa biz Türkük. Özbək Türk, Azəri Türk. Qırğız Türkü, Qazaq Türkü. Heç nə demir ha. Türkü, Macar Türkü, Qaqaz Türkü, Yakutudur, Naqayıdır. Uyğur Türkü də var, belə şey olar, Tatar Türkü. Deməli, Azərbaycan Türkü deyəndə bu Türklər. 45 dövlət, 650 milyon Türk qaldı. 32 Türk dilimiz var. Başa da düşmürük ola bilər, ancaq Türk dilidir. Mən çətinliklə başa düşürəm Qazaxı da, öz Türkümü də, öz Özbəyimi də, Tatarı da başa düşürəm çətinliklə. 32 dildir. 30 xalqıq, Özbək, Qırğız, gələn deyiləm, təkrar edilməm. 30 Türk xalqı, 32 Türk dili, 45 dövlət, 650 milyonluq xalq. Və bunu bütün dünya, millət yoxdur ki, bizi aşağılamasın. Dünyanı yaradıblar, gülürlər. Ruslar deyir, Azərbaycan gömərək, işte, мы создали Кремль, Москву, а боялись, еле сухом. Ты отбросок Чингисхана надо мной смеешься. Çingizxanın qalıqlarıdır. Rus sözü Almandan gəlir. Oturub Türkün torpağında bizə gül, nəyəmə gülürsən? Ay bədbəxt, milləti, zatı, kökü, tarixi olmayan adam, mədəniyyəti olmayan adam, hansı ki Pyotr Perver bunlara deyib heyvan. Pyotr почему назвал вас животными? Потому что насилуете своих матерей. Rus mənə danışır, deyir, dostlarla oturub yeyib içirik. Qızı yeyib içəri, qızını başlayıblar 6 nəfərlə. 6 nəfərlə qızını, səhər durub qızın bağışla da xəstəxanaya aparırlar, ölümcü halda. Nə bağışla işi də, dostlar idi. Nə bağışla, heyvan da heyvan. Anasıyla. Ərəb dünya deyirlər, o vəhşidir, anasını yatır, başçısıyla yatır, başçısını öldürür, dəvənin altına atır qızları, eşeğin altına atır qızları. Bu qaraçı farslar, alçaqlar, qızları əskərlərə verir, deyir, aparın. Bir batalyon əskər, yazıq 16 yaşında qızı verirlər ona, ondan sonra deyir, eydam eləyək da, Tanrıya xoş geçsin. Bunlar müsəlmandır, bunlar insandır, Rusu, Farsı, Fələstini, Ərəbi, Ermənisi adamdır. Erməni neyini? Birinci gecəni arvadıyla verir başqasına. Toyda tumanlı, qızın tumanını çıxardıb atırlar gül əvəzinə ermənilər. Yəni mən ermənilərin qadınlarını bir-bir istəmirəm sayamı, Türkiyəyə qaçırmışlar, qoyunla girirmişlər. Bilirsiniz, bəzi şeylər var, danışmaq istəmirəm. Nəysə, bu insan oturub, deyir ki, maraq var. Biz Türk bir-birimizə qardaş maraq var. Nə maraq var? Qardaşıq da. Dəlisən, nəsən? Niyə? Qanında erməni qanı var. Niyə Türkiyə, Azərbaycan, Turan parçalansın? Türk, Azərbaycan konflikt yaransın. Turanda Özbək, Qazaq, hamıda konflikt olsun. Yəni biz Türklər eyni deyilik, görün nə deyir.
Bax bu yetimçələr ölkəmizi dağıdanlardır. Bax görün, bax bu yetimçələrə baxın. Deyir biz qardaşıq, eyni millətik. Bunu deyir Xameyni, bunu deyir Yasir Arafat. Görürsünüz? Yasir Arafat, Xameyni ki, gelib sinə döyürsünüz bunlara. Deyir ki, eyni mədəniyyət, eyni xalqıq olanın tərəfindəyik, bizim qardaşlar deyir mənlər. Sinə döyənlər, alçaqlar, sizin nəyinə də gələsiniz. Buna döyünür, bunlara döyməlisiniz sinə. Bunlara sinə döyünür. Bunlara sinə döyürsən, bu deyil erməni. Deməli, siz ermənilərin adamısınız da o sinə döyənlər. Bunlar, qardaş, deyir mən erməniyəm. Bu da deyir, Yasir Arafat, Xameyni. Farslar, Fələstinlər, ərəblər. Sizsə gedib o ərəblərə sinə döyürsünüz. Siz ermənilərə dəstək olursunuz. O qardaş deyir, yox, deyəcək yox. Bəs yox. Bu deyir, hə. Sən deyirsən, yox, necə başa düşək? Nəyəsə, çox pis qutaracaqdır, heç nə demirəm. Siz, burada memurçuluğunuzu eləyin. Biz belə yaradırıq, dövlət yaradacaq. Bilməyəcək. Bu, hanı bu birisi? Nəysə, bu da yaxşı qalsın gələn səfərə.